Salam Hüseyin Usta. Allah hər vaxtınız xeyir olsun. Bizim güllü çiçəkli Beyləqan kebab evimizə çəkirim hamınızı göstərəcəm indi. Gəl. Nələr baş verir? Gəl. Gəl. Bu nə? Bu nə ya? Bu nədir? Muşkanın tətələsi və içalatı. Gəl bura. Bu muşkalara bax. Beyləqandan gəlmiş. Ərəkli muşkalarımız. Ləzzətdir. Gəl. Çəpiş. Quzu. Gəl. Ətə bax, ətə rəngi. Allah bərəkət versin. Bu da çox sağ ol. Məşhur ruletimiz. Amin. Bu da bizim məşhur ruletimiz. Gəl mangala gedək mangala. Burada qiymətləri ilə qoymuşuq ki, hər kəsin cibinə uyğun olsun. Sudak balığımız. Sudak. Bu da bizim çolpa setka bütöv şəkildə turşulayacağıq bunu. Bəh, nə yeyək. Rulet də burada. Görsən, hər gün abeddən başlayaraq gecə saat 12-1-ə kimi yolunuzu gözləyirik. Ət məhsullarımız gördüyünüz kimi. Yenə dimuşkalar burada da var. İş başındayıq. Yolunuzu gözləyirik. Samavar sayımız sizlər üçün hədiyyə. Yolunuzu gözləyirik. Gözəl kebablar. Ləzzət görmək istəyən Hüseyin Usta yanına gəlsin. Bəli. Gözəl kebablar yemək istəyənlər gəlsin belə. O quzun da qaldı. Bax. O quzudur bax. O quzudur. Çək göstərdiyim o. Quyruğa bax. Buna bax. Buna bax. Buna bax. Bunun kebabını yeyin, nuş eləyin. Allah ruzunuzu bol eləsin, cibinizi dolu eləsin. Gəlin həmişə, canınız sağ olsun. Gəlin həmişə Hüseyin Ustanın yanında Beyləqan kebab evi, kənd həyatı, ailəvi restoran, hər axşam canlı musiqi və banketli 80 nəfərlik zalımız. Kabinet sayımız da çoxdur, yolunuz gözləyirik.